Salam, hər vaxtınız xeyirli olsun. Əziz iştirakçılar, dəyərli müəllimlər. Bugün yeni bir təlimlə yenə sizlərlə birlikdəyik. Bugünkü təlimimizin mövzusu milli kimliyimizin ədəbi portreti. Təlimçimiz Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Dilarə xanım Abbaszadə. Xoş gəlmisiniz. Buyurun. Hoş geldiniz. Salamlayıram hər birinizi. Çox sağ olun. Dəvətinizə görə də təşəkkür edirəm. Bugünkü mövzumuzu milli kimliyimizin ədəbi portreti olaraq seçdim. Bunun da səbəbi niyə desək? Çünki düşünürəm ki, hal-hazırki vəziyyətimizdə, cəmiyyətimizdə, gəldiyimiz dövrdə milli kimliyimizi qoruyub saxlamaq, onu gələcək nəsillərə ötürmək, bunun hər biri çox önəmli bir vəzifədir bizim üstümüzə düşən. Mən həm gələcəyin bir müəllimi kimi, həm də ki, bir Azərbaycan dövlətinin bir vətəndaşı kimi bunu öz borcum olaraq sayıram. Yəni, düşünürəm ki, hər birimizdə zaten elə olmalıdır. Çünki milli kimliyimiz, milli dəyərlərimiz həm də ki, bizi biz eləyən, bizi digər millətlərdən, digər insanlardan fərqləndirən əsas cəhətdir. Məsəl üçün, milli kimlik deyəndə nəyi nəzərdə tuturuq, nə düşünürük? Bunun haqqında sizə danışmaq istəyirəm. Milli kimlik ümumiyyətcə nədir? Milli kimlik bir xalqı, bir cəmiyyəti bir yerə toplayan, həmin cəmiyyəti özünə məxsus olan xüsusiyyətlərdir. Hansı ki, onun dili, ədəbiyyatı, adət-ənənəsi, onun keçmişi, tarixi elə sırf həmin xalqın milli kimliyidir. Mən də bu milli kimliyin ədəbi tərəfinə əsas diqqətinizi çəkmək istəyirəm, dil tərəfinə diqqətinizi çəkmək istəyirəm. Bildiyiniz kimi, dil hər daim inkişaf eləyir. Özünün bir inkişaf yolu var, hansı ki, biz inkişaf elədikcə dildə inkişaf eləyir, yeni sözlər dilimizə qatılır və bəzi sözlər də dilimizdə sıradan çıxır. Ancaq belə deyim də, yəni hər bir xalqın adəti var da. Bu adət, ənənə inkişaf elədikcə bəzən unudulur, bəzən də yaşadılır bu adət-ənənə. Amma bu adət-ənənəni biz nə qədər unutsaq da, bir xalq kimi, bir insan kimi bilirik ki, hər bir insan da, xalq da, necə deyirlər, unutqandır. Əsasən də bizim millətimiz bəzən unutqan ola bilir, öz milli dəyərlərini unuda bilir. Ancaq dil heç vaxt unutmur. Niyə? Belə düşünək ki, bir dənə adət-ənənə var və bu adət-ənənə ilə bağlı sözlər əlbəttə ki, dilə daxil olmuş olur. Adət yarandıqca bu adətin sözləri dildə yaşayır. Bu dildə yaşasa da, yəni adət-ənənə sıradan çıxsa da, həmin söz artıq işlədilməyə başlasa da, unudulsa da, yenə də dil onu öz tərkibində saxlayır. Necə saxlayır? Belə deyim, bir-iki yeni sözlər daxil olanda dilimizə biz onları neologizm kimi adlandırırıq. Ancaq sözə sıradan çıxanda arxeizmlər adlandırırıq. Yəni bu arxeizmlər nədir? Dilimizdə hal-hazırda işlədilməyən sözlərdir. Hansı ki, bunlara adət-ənənədən olan sözlər də var. Bu sözlər də arxeizm qismində yenə də dil həmin sözləri yaşadır, həmin adət-ənənələri yaşadır. Yəni, hal-hazırda da müşahidə də eləyirik ki, dilimizin lüğət tərkibinə keçmişdən olan sözlər, arxaizmi olan sözlər yeni sözlər kimi qatıla bilir, yenidən ümumiyyətlə hala gələ bilir. Biz bu milli dəyərlərimizi ədəbiyyatımızda da çox müşahidə eləyirik. Necə müşahidə eləyirik? Ümumiyyətlə, ədəbiyyat deyəndə nəyi nəzərdə tuturuq? Ədəbiyyat elə sırf milli adət-ənənəmizin daşıyıcısıdır, təbliğçisidir. Hansı ki, ədəbiyyat dərsində biz milli kimliyimizi, milli inkişaf yolumuzu öyrənirik. Necə? Ədəbiyyatın ən qədim nümunəsi dedikdə biz nəyi nəzərdə tuturuq? Şifahi xalq ədəbiyyatını nəzərdə tuturuq da. Şifahi xalq ədəbiyyatında eposlardır, dastanlardır. Bunların biz hər birinin daxilinə nəzər salsaq görərik ki, öz milli adət-ənənəmiz
bu eposlarımızda çox gözəl şəkildə yaşayır və davam elətdirilir. Biz də bunu müəllimlər olaraq, bəlkə də valideyn olaraq öz uşaqlarımıza oxumalıyıq, aşılamalıyıq milli dəyərlərimizi. Eposlarımız vasitəsilə, əsərlərimiz vasitəsilə adi eposlarımıza nəzər sala bilərik. Məsələn, Koroğlu eposuna nəzər sala bilərik, Kitab Dədə Qorqud eposuna nəzər sala bilərik. Bunların hər birinin daxilində milli kimliyimizin əksini görə bilərik. Necə? Hansı ki, Dədə Qorquda baxaq. Dədə Qorqudda Türk xalqına mənsub bir çox milli dəyərlər öz əksini tapır. Hansı ki, biz burada ana haqqını da görə bilərik, valideynə hörməti də görə bilərik, cəsarətimizi də görə bilərik ki, xalqımızın hər birinin nə qədər cəsarətli olduğunu biz 44 günlük müharibədə də çox gözəl gördük ki, biz xalqımız necə birlik olmağı bacardı. Hansı ki, biz bu yeni bir şey değildi Azərbaycan xalqı üçün, Türk xalqları üçün. Türk xalqları hər zaman təhlükə olduqda hər zaman birləşməyi bacaran bir xalqdır. Biz bunu eposlarda diqqətlə baxsaq görə bilərik. Hansı ki, eposlarımızda da görürsünüz ki, düşmən olsa belə qarşıdakı şəxs, yenə də biz ona mərhəmətlə yanaşmağı bacarırıq. Yenə də biz kindar millət olmağı bacarmırıq. Niyə? Çünki hər zaman o qəlbimizdəki o təmizlik ədəbiyyatda da öz əksini tapıb, o təvazökarlıq ədəbiyyatımızda öz əksini tapıb, hansı ki, dastanlarımızda da çox gözəl şəkildə biz bunları müşahidə eləyirik. Daha sonra ataların oğullarına qarşı olan güvəni, xalq sevgisi, bunların hər biri eposlarımızda çox gözəl şəkildə özünü göstərir və bu da sırf milli özünü dərkin əks etdirilməsidir. Yəni biz bunların hər birini uşaqlara, gələcək nəslə aşılamasaq, milli kimliyimiz də, milli özünü dərk, yəni bu anlayışların hər biri sıradan çıxar. Və əgər bir xalq da öz milliyyətini, milli kimliyini unudarsa, milli tarixini unudarsa, həmin xalq özü olmaqdan çıxar. Unudar, keçmişini də unudar, tarixini də unudar, bildiyimiz kimi tarixini, keçmişini unudanın da gələcəyi heç olmaz. Daha sonra mən istəyirəm sizə sırf bu milli özünü dərkin, milli kimliyin öz əksini tapdığı bir dənə əsərdən danışım. Hansı ki, bu əsər məncə elə ən gözəl bizə göstərir ki, əgər öz milli kimliyini unutsan, başına nələr gələr. Yəni, Cəlil Məmmədquluzadənin istəyirəm Anamın kitabı əsərini sizə misal çəkim. Yəni, bu əsərdə bilirik ki, 3 dənə qardaş olur. Bu qardaşlardan hər biri müəyyən xalqlara meyil göstərir, bircə öz xalqından başqa. Ancaq onların hər birini bir arada toplayan, saxlayan da biz bir ana obrazını görürük. Biz bu ana obrazında da hər zaman deyirik, ana vətən. Yəni, öz vətənimizi unutmamalıyıq. Necə deyirlər, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Yəni, biz anamız hər zaman vətən olmalıdır. O vətən bizi hər zaman bir yerə toplamağı bacarmalıdır. Əgər biz öz xalqımız, vətənimizi unudarıqsa, o ana da xəstələnər və sonda da faciə ilə rastlaşar. Ona görə də biz əsərdə deyirik ki, əsər 3 qardaşın komediyası idi, Gülbaharın dramı idi, ananın isə faciəsi idi. Bu nə deməkdir? Sırf yəni ananın, vətənin faciəsidir. Xalqının onun milliyyətini, milli kimliyini, adətini, ənənəsini, dilini unutmağı, ədəbiyyatını unutmağı həmin xalqın faciəsidir. Bəlkə də ən böyük faciəsidir. Yəni, əsərə diqqət salsaq görərik ki, Mirzə Məmmədəlidir, Səməd bəy obrazıdır, Səməd Vahid obrazıdır, Rüstəm bəy obrazıdır. Biri Rus xalqına meyil eləyir, Rusca danışır. Mirzə Məmmədəli ərəb dilinə meyili var. Yəni, hərəsi də öz getdiyi, təhsil aldığı ölkənə müəyyən bir vaxt keçiribdi. Həmin o keçirdiyi vaxtı da özünə dəyərli saymış ola bilər. Ancaq yenə də öz xalqını unudub, artıq o xalqlara meyil eləməyə başlamışdı. Ancaq biz burada milli özünü dərkin ən böyük simvolu və daşıyıcısı kimi Gülbahar obrazını görürük. Gülbahar obrazı burada belə desək, öz xalqını, milli kimliyini qardaşlarını xatırlatmağa çalışır ki,
Ey qardaşlarım, yəni biz Azərbaycan xalqımızı, yəni anamızın kitabını unutmamalıyıq. Sonda da bilirik ki, əsər necə bitir? Gülbahar gedir, qardaşlarının hər birinin kitablarını yandırır. Geridə də bir dənə kitab saxlayır. Deyir ki, geriyə artıq bircə dənə kitab qaldı, o da ki, anamın kitabı deyir. Yəni bütün xalqlara da meyl ola bilər. Əlbəttə, hər xalqdan müəyyən bir şeylər öyrənilir, yenilik olur, inkişaf olur. Bu zaten olmalı olan bir şeydir ki, xalq təbii ki, başqa dövlətlərdən öyrəndiyi, götürdüyü bir şey olmalıdır, inkişaf dövrü kimi keçməlidir. Ancaq biz bu inkişaf dövründə, hal-hazırda texnologiya dövründə yaşayırıq. Bu dövrdə, inkişaf elədiyimiz dövrdə yenə də öz milli kimliyimizi də bir qırağa tullamamalıyıq. Biz hər zaman bilməliyik ki, öz adətimiz nə idi, ənənəmiz nə idi, dilimiz nə idi. Bəzən mən görürəm, insanlar öz dilində danışmaqdan çox başqa dillərdə danışmağı sanki daha üstün bir şeymiş kimi düşünürlər. Sanki Azərbaycan xalqının içərisində yaşadığı müddətdə, bu millətdə, bu ölkədə ola-ola başqa dildə danışmaq sanki belə daha belə yüksək təbəqə kimi özlərini düşünürlər ki, yəni elə olduqlarını düşünürlər. Ancaq əksinə öz millətini, milli kimliyini unutmuş kimi olur. Biz əsas milli dərkin əsər deyəndə, yəni əgər biz milli kimliyə ədəbi portret kimi yanaşmışıqsa, təlim mövzumuz kimi, biz məncə manqurt əsərinə də müraciət eləməliyik. Yəni manqurt əsəri ən böyük, belə desək, milli kimliyimizin təbliğçisidir. Yəni orada sənin atan Donenbaydı, Donenbay deyə bir yeri var əsərin, hansı ki burada deyilir ki, yəni sən unutma. Yəni burada niyə əsərin adı manqurt deyə düşünə bilərik? Yəni bu manqurt adicə bir, yəni manqurt olmuş insan kimi orada təsvir olunmuyubdu. Buradakı bu manqurt sözü, yəni həmin obrazın sırf manqurt adlanmasının səbəbi onun başındakı dəri olması deyildi. Yəni buradakı əsas verilən mesaj, əsas verilən söhbət, yəni əsərin əsas ideyası manqurtlaşmamaq, unutmamaq, hər daim milli yaddaşını xatırlamaq demək idi. Burada da yəni manqurt simvolik məna daşıyır. Hansı ki biz yenə deyirəm, manqurt dedikdə bu manqurt deməli ananın oğlu olur. Yenə burada biz ana obrazını görürük. Bayaqki əsərdə də qeyd etdiyimiz kimi yenə ana vətən. Vətəni təmsil eləyir burada ana yenə də. Oğlu olur. Onun oğlu itkin düşmüş olur. Sonradan ana xəbəri olur ki, bəs onun oğlunu manqurtlaşdırıblar. Artıq onun oğlundan, nəinki onun oğlundan, xalq tərəfindən qaçırılmış və yaxud da ki, itmiş bütün şəxslər bilirdilər ki, o artıq manqurt olub. Artıq onu heç geri gətirmək belə istəmirdilər. Hansı ki, onlar düşünürdülər ki, yəni o artıq getdisə, o artıq manqurt oldusa, ondan bir fayda gəlməz. Heç olmamış kimi, ölmüş kimi davranırdılar. Ancaq yenə də ana ürəyi, vətən ürəyi yenə də tab gətirmir öz xalqını, yenə belə desək, öz oğlunu, yenə də onlarda manqurtlaşmış şəkildə qoymağa ürəyi tab gətirmir. Yenə də nə çətinliklərlə də olsa, hər kəsə baxmayaraq, hər kəs ki belə demişdi, onların sözünün heç birinə qulaq asmır. Yenə də gedir oğlun tərəfə. Yenə də gedir oğluna xatırlatmağa çalışır ki, ax sənin anan var, sənin atan var. Hətta bu haqda film də çəkilib bildiyim qədərilə. Əsərdə də çox gözəl şəkildə əks olunubdur. Deyir, sənin anan var, sənin atan var, bunu unutma, xatırla. Hər səfərində gedir oğlunun yanına, ancaq təbii ki, bildiyiniz kimi manqurt heç bir şey xatırlamır. Yenə də ancaq öz bildiyini, öz sahibinin, belə deyək də sahibinin, çünki o artıq onu sahib kimi sayır. Yəni bir qarın çörəyə nə desə eləyəcəkdir. Öz sahibi nə deyirsə, sadəcə ona inanır, sadəcə onun əmrlərinə uyur. Ancaq ana yenə də
öz oğlundan əl çəkmir. Yenə də gedir onun yanına, deyir, xatırla, xatırla, ancaq sonda yenə də ana ölür. E, Bu da bayaqçı anamın kitabı əsəri ilə də oxşarlıq kimi də götürə bilərik. Hansı ki, əgər millət unudursa, xalq öz milli kimliyini unudursa, vətən yenə də ölür, xalq yenə də ölür, ana ölür. Və burada da sırf oğlunun əlindən ölməyi ananın, bunun özü də simvolikdir. Yəni bir milləti, bir xalqı öz kimliyini unutmadığı müddətcə, bir türk xalqını, öz milləti unutmadığı müddətcə heç bir şey onu çökərdə, onu öldürə bilməz. Yenə də sonda manqurtun əlinə verilir. O ox yenə də o oxla öz anasını vurur, öz anasını öldürür. Yəni ananı yenə də öldürən öz balası, öz oğlu olur. Buradan da biz görə bilərik ki, millət öz kimliyini unutmamalıdır. Öz kimliyini unutmamağının vacibliyini də öz gələcək nəsillərinə də başa salmalıdır. Mən bunu hər səfərində vurğulamaq istəyirəm. Çünki yenə deyirəm, texnologiya dövründə yaşayırıq və bu texnologiya dövründə gördüklərimizə və yaxud da qarşımıza çıxanlara daha çox meyl eləyirikmiş kimi görünür. Yəni olsun filmlərdə, müəyyən seriallarda milli kimliyimizi unuduruq. Biz müəyyən seriallara baxırıq və orada gördüklərimizi sanki o belə də olmalıymış kimi, sanki bunun daha da yenilikmiş kimi görürük və biz bu yeniliyə meyl eləyirik. Yenilik altında da biz öz keçmişimizi unuduruq, biz tariximizi unuduruq. Və bu da gətirir, bu da əvvəl-axır xalqı da, milləti də, bizi də, türkləri də ölümə, anamızın ölümünə gəlib çatdıracaq. Ana deyəndə də yenə vətənini nəzərdə tuturam. Mən istəyirəm ki, bir Gəncəli olaraq Nizami Gəncəvini də burada qeyd eləyim. Niyə? Çünki öz əsərlərində Azərbaycan xalqını çox gözəl əks etdiribdi Nizami Gəncəvi. Biz elə sırf onun o gözəl əsərlərinə, dediyi gözəl sözlərə görə də biz Nizami Gəncəvini dahi şəxsiyyət kimi adlandırırıq. Necə? Biz Nizami Gəncəvinin məşhur xəmsəsi var bildiyiniz kimi. Xəmsəsindəki əsərlərə də nəzər sala bilərik. Bütün əsərlərinə bir-birdə nəzər salsaq görərik ki, Azərbaycan xalqını bütün hər tərəfi ilə adəti, ənənəsi, düşüncə tərzi, kamilliyi ilə Nizami Gəncəvi necə gözəl şəkildə əks etdirmişdi. Xəmsəyə nəzər salsaq, Sillər Xəzinəsinə də baxa bilərik. Sillər Xəzinəsində elə sırf mən istəyirəm ki, Sultan Səncər və qarını misal çəkim. Çünki o əsər mənim bəlkə də ən sevdiyim şeirlərdəndir. Hansı ki, bu şeirdə deyilir ki, qoca qarı nə qədər qozbel də olsa, nə qədər qocalmış, gücdən düşmüş, nə qədər zəif belə deyək də, zəif belə olsa, qadınları biz zəriflik kimi görürük. Ancaq o qadın artıq qocalmışdı, gücsüz də olmuşdu və o döyülməsinə rəğmən ki, şeirdə deyilir ki, bir kefli darğa gəlib evimdə məni söydü, salıb təpik altına, doyunca döydü, döydü. Mən günahsız qarını saçlarına atdı əl, üzü üstə sürüdü, evdən çölə əlbəəl. Yəni burada da qeyd eləyir ki, o darğa gəlib ona necə hörmətsiz şəkildə həm qoca olmağına rəğmən, yaşlı olmasına rəğmən və əlaqəsi olmamasına rəğmən o qadını saçlarından tutub sürüyüb, döyüb, nalayiq ifadələr işlədibdi və bunlardan yenə də qoca qorxmur, qadın qorxmur. Yenə də Sultan Səncər kimi böyük bir şəxsiyyətin qarşısına keçir, özünü ifadə eləyir, deyir ki, yəni onun belə yaxasına yapışır, deyir ki, səndən bir insaf görməmişəm, qulaq as.
Yəni ki, Sultan Səncər kimi bir insandan belə bizim millətimiz, bizim qadınlarımız döyülsə də, söyülmüş olsa da, belə desək, yenə də qorxmur, yenə də o gücü, o cəsarəti özündə tapır. Yenə də gedib sultanın belə yaxasına yapışacaq cəsarətdə özündə tapır bu Sultan Səncər və Qarı əsərindəki qarı. Əsərdə də belə başlayır ki, Sultan Səncər öz atı ilə gəlmiş olur ora. Yəni də qabağını kəsir həmin atlıların qabağını, gedir Sultan Səncərə öz sözünü emosional şəkildə də olsa çatdırır. Daha sonra biz fitnə obrazına nəzər sala bilərik. 7 gözəldə fitnə obrazı var bildiyimiz kimi. Yəni də bilirsiniz, fitnə bir kəniz olmuşdu. Yəni o həmin dövrdə də yenə də türk xalqlarında Avropanın keçmişinə nəzər salsaq görərik ki, türk xalqlarında daha çox qadına, anaya, ataya olan hörmət heç bir xalqda bu qədər böyük olmamışdı. Yəni qadınlara olan hörmət hal-hazırki dövrümüzdə çox şükür ki, yetərincədir. Ancaq türklərdə bu anlayış, bu qavram milli kökümüzdə var. Belə deyim ki, yəni onlar əsərlərimizdə mən bayaq da misal çəkdim, hansı ki dastanlarımızı sizə misal çəkdim. Orada Nigar obrazına da baxa bilərik, Banu Çiçək obrazına da baxa bilərik. Hansı ki, burada qadına olan hörmətin nə dərəcədə böyük olduğunu, anaya olan hörmətin nə dərəcədə böyük olduğunu biz görə bilərik. Yenə deyirəm, Avropaya nəzər salsaq, həmin vaxtlarda bilirik ki, qadınlar nə səviyyədə idi, yəni söz haqları belə yox idi. Həmin dövrdə söz haqlarının olmadığı bir dövrdə Koroğlu öz dövlətini, öz çənli belini, sevimli çənli belini öz Nigar xatununa qoyub gedəcək qədər güvənirdi. Yəni türklərdə bu qədər türk xalqlarında qadına qarşı bu qədər hörmət, inam olmuşdur. Sözümü nəyə gətirirəm? 7 gözələ. 7 gözəldəki fitnə obrazına. Fitnə obrazı zəif bir qız kimi təsvir olunmuşdur bu əsərdə. Hansı ki, fitnə ilk vaxtlarda saraya gətirilir, sonradan müəyyən vəziyyətlər baş verir, problemlər baş verir, o getməli olur. O balaca bir öküzü kiçik yaşlarından öz qucağında saxlayır, hansı ki, öküz hələ balaca olmuş olur. Onu pilləkənlərdən, hündür pilləkənlərdən daşıyır, hər gün çıxardır, sonrası düşürdür. Və sonra o öküz böyüyür. Ancaq fitnə yenə də onu hər gün həmin o pilləkəndən qaldırır, bir də ki, aşağı salır. Artıq bu onda bir adət halını almışdı deyə. O öküz böyüdükcə, o hər gün o öküzü daşınınca, o öküz ona ağır gəlmirdi. Bir gün gəlir yenə Bəhramşah fitnəni görməyə, müəyyən yenə vəziyyətlər olur. Belə inkişaf eləyir vəziyyətdə, bir-birinin arxasınca gəlir. Bəhram gəlir, bunu görür Bəhramşah fitnəni. Ancaq fitnə əlində yenə də öküzü pilləkənlə qaldırır, yenə də aşağı salır. Burada da Bəhramşah gözlərinə inana bilmiş ki, bu gənc qız, yəni bu böyüklükdə özündən də ağır, böyük bir öküzü necə çiyninə alır, daşıyır. Yəni biz buradan da görürük ki, əgər bir qadın, bir insan, bir türk əgər bir şeyi müəyyən vaxtla eləyərsə, yenə də öz istədiyinə çata bilər. Yəni biz burada da öz qadınımızın, öz insanımızın nə qədər cəsarətli, inadkar belə desək, çalışqan olduğunu görə bilərik. Daha sonra istəyərəm Leyli və Məcnuna, Xosrov və Şirinə, bunların hər birini misal çəkə bilərik. Çünki Nizami Gəncəvi Xosrov və Şirində də, Leyli və Məcnunda da bu obrazlarda hər birində bir Azərbaycan qadını, Azərbaycan insanı, Azərbaycan kişisi obrazı yaratmışdı ki,
Bu sadəcə yəni təsadüfi yaranmış obrazlar, təsadüfi şəkildə qələmə alınmış şəxsiyyətlərdə yaradılmış bir obraz deyildi. Bunların hər biri çox-çox düşünülmüş, hər tərəfli bir insan kimi yaradılmışdı ki, hansı ki, burada bir insan tipajı yaradıldıqda Azərbaycan milli düşüncəsini, Azərbaycanlıların dünyaya baxışını əks elətdirirdi bu obrazlar. Belə desək, biz Leyli obrazına misal çəkə bilərik, Şirin obrazına da misal çəkə bilərik. Yəni, hər birində görürük ki, yenə də qadınlar da, kişilər də burada nə qədər kamil olduğundan diqqətimizi çəkmək istəyir Nizami Gəncəvi. Daha sonra İskəndərnamə çox gözəl əsəridir Nizami Gəncəvinin. Bəlkə də ən çox sevilən əsərlərindən biridir, iki cildli. Ancaq bu əsərdə ən çox diqqətimizi çəkən, bəlkə də elə məktəb dərsliklərində də bu keçirilir. Çünki bu əsər çox dəyərli bir əsər olaraq görünür. Ancaq bu parçası daha çox dəyərli ki, çünki uşaqlara Azərbaycan xalqının, Türk xalqının nə dərəcədə cəsarətli olduğunu həm də ki, uşaqlara da biz çatdırmaq istəyirik. Biz burada deməli İskəndərə nəzər salırıq. Hansı ki, İskəndər gəlir, səfər eləyir. Yəni də orada Azərbaycan qadını onu qarşılayır. Ancaq bu səfər onun qarşısında süfrə açmır. Süfrə açır, ancaq o süfrədə yemək olmur. Nə olur? Daşqaşlar olur. Deyir, sənin deyir istədiyin budur. Gəl elə səni daşqaş ye. Yəni o öz ağlı ilə, öz kamilliyi ilə İskəndər kimi böyük bir fatehi belə dizə gətirməyi bacarır. Yəni biz burada Azərbaycanlının, Azərbaycan tipajının, Türk tipajının nə dərəcədə kamil olduğunu, böyük İskəndəri belə, yəni bütün dövlətləri, bəlkə də yeri gəlsə dünyanı belə dizə gətirə biləcək gücdə olan İskəndəri belə belə desək, dizlərinin üstünə gəlməyini görürük, məğlub eləməyini görürük. Buna görə də Nizami Gəncəvinin əsərləri Azərbaycan milli kimliyinin üçün çox dəyərlidir. Daha sonra biz sadəcə burada qadınlardan və yaxud da ki, cəsarətdən, ana haqqından danışmırıq. Nizami Gəncəvinin Sirlər Xəzinəsi əsərində biz Kərpiçkəsən qocanın hekayəsinə də rast gəlirik. Hansı ki, bu hekayədə də biz milli dəyərlərimizin özünü əksini tapmağını görə bilərik. Öz əksini görə bilərik. Hansı ki, burada biz yaşlı bir kişi görürük. Hansı ki, bunlar biz Kərpiçkəsən qoca deyirik. Bu obraz öz əməyi ilə, öz əlinin əməyi ilə, öz əziyyəti ilə yenə də oturub qoca olmağına, yaşlı olmağına baxmayaraq indi gedir hər gün palçıqdan kərpiçlər düzəldir. Bu kərpiçləri götürür, kəsir, satır, öz əməyindən qazanır, özünə bəs eləyəcək qədər qazanır. Daha sonra isə bir gün bir dənə gənc gəlir onun yanına, deyir ki, bəs sən niyə görə belə eləyirsən? Yəni sən əl açsan, bizdən bir dənə çörək almalı pul istəsən, kim sənə o çörək pulunu verməyəsidir ki? Qoca da onun sözlərinə öz əməyi ilə cavab verir. Biz də burada nəyi görürük? Həm bu əsərdən, Nizami Gəncəvinin bu əsərindən bizə çatdırılır ki, həm yaşlılara hörmət, həm də ki, yaşlı olmağına, zəif olmağına baxmayaraq heç kimə möhtac olmur Türk xalqı, Türk insanı. Hər zaman öz əməyinin, öz əziyyətinin bəhrəsini yeyir, hər zaman öz əziyyətinin, öz əziyyətindən qazandığı çörəyi
yenə də rahat şəkildə verilmiş ola biləcək. Bütün çörəklərdən də olsa, bəlkə də onların verəcəyi pul daha çox idi. Ancaq o yenə də öz qazandığı kiçik pulu daha üstün görür. Çünki onu özü halal öz zəhməti ilə qazanmış olur. Daha sonra biz ədəbiyyatda təkcə adi belə əsərlərdən daha çox şifahi xalq ədəbiyyatında da milli kimliyimizi, adət-ənənələrimizi görə bilərik. Şifahi xalq ədəbiyyatında belə desək holavarlardır, hansı ki bunun əmək nəğmələridir, mal-qaralar üçün yaradılmış müəyyən mahnılardır ki, hansı ki bunların hər biri bizim milli kimliyimizə daxil olan tarixi əsərlərdir, şeirlərdir, bayatılarımız olsun, bayatılarımızın hər biri bizə bizim keçmiş tariximizi özündə əks elətdirir. Həmin o holavarlardır, şifahi xalq ədəbiyyatından olan əsərlərdir ki, bizə hələ də biz onları oxuduqca öz tariximizi, öz keçmişimizi yada sala bilərik. Bayaq da qeyd elədiyim kimi dastanlarımızda da öz əksini tapmışdır milli kimliyimizin dərki. Belə desək, dastanlarımızı bilir ki, aşıqlarımız oxumuşdu. Hal-hazırda da bu aşıqlarımız çox gözəl şəkildə, bəziləri çox gözəl şəkildə əks elətdirməyə bacarır hələ də. Biz muğamlarımıza da nəzər sala bilərik. Hansı ki, muğamın özü də bizim belə desək, milli kimliyimizdir. Saz da bizimdir, muğam da bizimdir. Bunların hər biri bizim tariximizi əks elətdirən müəyyən amillərdir. Hansı ki, saz havası çalınanda hər birimizin tükləri biz durur. Hansı ki, biz öz keçmişimizə qayıdırıq, özümüzə qayıdırıq. Çünki saz havasıdır, muğamdır. Bunların hər biri bizim tariximizdir, keçmişimizdir. Bu bayatıların hər biri də həzin belə desək bizə bir musiqi kimi gəlir. Adicə biz laylalara belə nəzər salsaq öz tarixi keçmişimizi görə bilərik. Hansı ki necə orada da analarımızın istəklərini görürük. Bizim gözəl analarımızın balaları haqqında düşündüklərini, bəlkə də istədiklərini, arzularını, onların böyüyəndə necə olmaqlarını istədiyini görə bilərik. Hansı ki məsələn deyirlər ki, böyüyüb belə yaxşı övlad ol həm vətəninə, həm mənə, həm ailənə. Sırf elə biz bu sözlərdən də görürük ki, bir ana öz uşağına tabineyi qədimdən də olsa bilirik ki, laylalarımız çox qədimə dayanır da, laylalarımızın tarixi dildən dilə yayılaraq, yəni hal-hazırki dövrümüzə qədər gəlib çatmışdır. Yəni biz buradan da görürük ki, analarımız ən keçmişdən belə uşaqlar doğulduğu müddətdən onların bir fərd kimi yetişməyinin bütün yollarında, yəni uşaqlar təbii ki, doğulur, müəyyən uşaqlıq dövrü keçirir, gənclik dövrü keçirir, yetkinlik dövrü keçirir. Yəni onların bu böyümə, inkişaf etmə dövründə analarımız ən kiçik zamanlarından başlayır, onlara laylalar oxuyur, onlara necə olmalı olduğunu, bir vətəndaş kimi, bir Azərbaycanlı, bir türk kimi necə böyüməli olduğunu, necə davranmalı olduğunu, insanlara qarşı necə olmalı olduğunu sırf elə ən kiçik zamanlarından onlara başa salır. Daha sonra onlar böyüdükcə biz eposlarımızdan da görürük. Hansı ki deyirlər ki, oğlanın adı igidlik eləmədən qoyulmazmış. Yəni biz burada da türk xalqının nə dərəcə igid olduğunu, nə dərəcədə cəsarətli olduğunu görürük ki, atalar, analar deyirdi ki, sən get bir igidlik elə, ona uyğun da sənə ad qoyulsun. Yəni bu ad vermə mərasiminin özü, toy mərasimlərinin özü, keçirdiyimiz bayramların özü, bunlar bu adətlərin hər biri
bizim milli kimliyimizdir, bizim milli özünü dərkimizdir. Hal-hazırda da qarşıdan Novruz bayramı gəlir. Hər birinizə təbrik edirəm bu arada. Bayramınızı, qarşıdan gələn bayramınızı. Sırf bu Novruz bayramındakı adət, ənənələrin hər biri özü də bizim milli kimliyimizdir. Necə? Bu adət-ənənələr ən qədimdən türk xalqında var olmuşdur. Hansı ki, bu qapı pusma adəti olsun, papaq atma adəti olsun. Yəni bilirik ki, ən keçmişdən, qədimdən bəri bu papaqlar atılanda evimizin işıqları yanılı olar ki, bayramda hər kəs xoş sözlər danışmağa çalışar ki, bəlkə qapıdan biri pusar, biri eşidər. Səhv başa düşməsin, hər zaman nə diləyibdirsə, yaxşı olsun. Elə sırf bu adətin özündən də biz görə bilərik ki, türk xalqı nə dərəcədə təmiz qəlbli, nə dərəcədə gözəl bir xalqdır ki, özünün yox, sırf özünün yox, başqa birinin, bəlkə də heç tanımadığı birinin belə arzusunu düşünə biləcək qədər gözəl qəlbə sahib bir xalqıq biz. Ki, düşünürük ki, deyirik ev xalqına ki, gözəl sözlər danışaq, birdən gəlib eşidərlər, qoy onlar deyir arzusu gerçək olsun, qoy yaxşı şeylər eşitsinlər. Daha sonra papaq atılır. Bu papaq atılanda da sırf elə bizim nə dərəcə gözəl paylaşımcı bir millət olduğumuzu da görə bilərik. Papaq atılır, atılan papaq da heç vaxt boş göndərilmir. Sırf bizim bu adət-ənənələrimizin davam etdirilməsi, bu bayramların keçirilməsi, unudulmaması elə ən gözəl adət-ənənələrimizin, milli kimliyimizin təbliği olduğunu düşünürəm. Həm də ki, bir Azərbaycan dili ədəbiyyat müəllimi kimi nəinki sadəcə adət-ənənələrin, həm də ki, dilimizin qorunmasını, dilimizin təmizliyinin qorunmasını, uşaqlarda dilin inkişafı, nitqin inkişafının sırf milli kimliyə dayandığını düşünürəm. Bayaq da misal çəkdiyim kimi Anamın Kitabı əsərində bu əsərdə dilini unudanın vətəninin nə hala gəldiyini gördük. Yəni burada da böyük yük Azərbaycan dili müəllimlərinin də üstünə düşür, düzdür. Ancaq yəni təkcə Azərbaycan dili müəllimləri yox, elə sırf hər bir vətəndaşın borcudur bu. Çünki istər riyaziyyat müəllimi olsun, coğrafiya müəllimi olsun, ümumiyyətcə müəllim olmasın, yenə də öz dilinin təmizliyini qorumaq hər bir xalqın, vətəndaşının üzərinə düşən ən böyük bir borc olduğunu düşünürəm. Çünki biz İlk növbədə dilimizi unutmamalıyıq ki, biz öz milli kimliyimizi unutmamağı bacaraq. Öz kimliyimizi xatırlamağı bacaraq. Təlimə başlamamışdan ən əvvəl mən qeyd elədim ki, ən başdan nə qədər milli kimliyimiz unudulmasa belə, biz unudulsa da dil o milli adət, ənənələrin hər birini özündə saxlayır. Bunu arxaizmlərlə izah elədim. Yenə də bu sözlərin unudulmaması, kiçik yaşlı uşaqlara, ən əsası kiçik yaşlı uşaqlara öyrədilməsi. Çünki yaşlılarımız, hər biri nənə babalarımız çox gözəl bilirlər bu adət-ənənələrimizi. Onlardan da bizə ötürülür. Ancaq gənc nəslə ötürülməsi, bu uşaqlara ötürülməsi bəlkə də milli kimlik üçün ən vacib olandır. Nəinki təkcə dil, adət-ənənə, ədəbiyyatımız da öyrədilməlidir uşaqlara. Bəlkə də ədəbiyyat hal-hazırki dövrümüzdə deyə bilərəm ki, bəzən dırnaq arası kimi bəlkə baxıla bilər. Hansı ki, ədəbiyyat sadəcə uşaqları böyütdükdə deyirlər ki, qruplarına görə öyrənsinlər o fənləri. 5 qrup var bildiyimiz kimi. Yəni o qruplara görə fənlərin öyrədilməsinə üstünlük verirlər uşaqlara. Ancaq bu belə olmamalıdır. Hər bir fənnin öz gözəlliyi olduğunu düşünürəm. Amma dil ədəbiyyat fənninin daha da bir ağırlığı olduğu, yəni bu bir gerçəkdir onsuz da. Çünki Azərbaycan dili zaten vətənimizin dilidir. Öz dilini, xalqını, öz dilini unudan xalqını da unudar.
Yəni bu haqda yetərincə danışdıq. Ədəbiyyata da, yəni sadəcə bir qrupda var deyə, bəzən o qrupda olmayan uşaqlara ədəbiyyat öyrədilməməli kimi, sanki ədəbiyyat belə vacib olmayan bir fən kimi görünə bilər. Ancaq əsla belə deyil. Bəlkə o qrup üçün önəmli deyil, bəlkə o onun imtahanında düşməyəcək. Düzdür, doğrudur. Ancaq bəs onun ümumi həyatı, yəni o həyatda da o ədəbiyyatın nə dərəcədə vacib olduğunu biz bilməliyik. Biz əvvəlcə bunu dərk eləməliyik ki, ədəbiyyat necə bir fəndir? Ədəbiyyat nədir ümumiyyətcə? Ədəbiyyat həm xalqın indiki vəziyyətini, həm də xalqın keçdiyi o uzun-uzun dövrləri, hansı ki, ən qədim dövrdən bizim bu Sovet dövründə olduğumuz dövr olsun, daha sonra müstəqillik illərimiz olsun, orada keçdiyimiz bütün bu keşməkeşli dövrlər olsun. Bunların hər birini ədəbiyyat unutmur. Ədəbiyyat öz əsərlərində, şeirlərində, dram əsərlərində, hekayələrində, təmsillərində özünü əks elətdirir. Yəni biz adicə təmsillərimizə belə baxsaq, orada biz çalışqanlığın, hiyləgər olmamağın, ağlın nə dərəcə vacib olduğunu biz görə bilərik. Yəni biz kiçik yaşlı uşaqlara daha belə mürəkkəb əsərlər məsləhət görmürük, bilmirik. Niyə? Çünki o uşağın da öz qavrama səviyyəsi var. Hansı ki, bu qavrama səviyyəsinə görə onlar onsuz da başa düşə bilməyəcəkdir. Yəni uşağın da öz yaş dövrünə aid olan müəyyən əsərlər var da, yəni uşaq əsərləri var. Biz uşaq ədəbiyyatı, Əhməd Cəmilin əsərlərini misal seçə bilərik, Cəmilin əsərlərini misal seçə bilərik, Can Nənə bir nağıldır əsəri, hansı bunlar uşaq ədəbiyyatına aid əsərlərdir. Yəni bu əsərlərdən başlayaraq kiçik yaşda uşaqlara da təmsillər olsun, hekayələr olsun, lap kiçik yaşdakılara da bayaq misal çəkdiyim laylalar olsun, nağıllar olsun. Bəlkə də onlara əyləncə kimi görünsə belə, biz onların artıq şuur altında milli kimliklərini formalaşdırmalıyıq. Çünki sırf elə bu milli kimliyin formalaşması sonrakı yaş dövrlərində formalaşa biləcək bir şey deyil. Yəni onlar artıq müəyyən 18-19 yaşına çatdıqdan sonra əgər onun şuur altısında, beynində qocalara hörmət eləmək yoxdursa, qadına hörmət eləmək yoxdursa, yəni o artıq bu dəyərlərimizi özündə cəmləməyibdirsə, artıq ona öyrətməyin bir faydası yoxdur. Çünki öyrənməyəcək. Yəni o vətənə xeyirli bir insan olmağı bacara bilməyəcək. Bunun da ən böyük yükü ilk olaraq valideynlərə düşür. Hansı ki, valideynlər ən kiçik yaşlarından uşaqlara öyrətməlidir. Milli kimliyimizi, milli dəyərlərimizi, adətimizi, davranışımızı, şuurumuzu, milli təfəkkürümüzü uşaqlara şuur altısına yeritməlidir. Onlara öyrətməlidir ki, Azərbaycan xalqı, türk milləti, milli şuur dedikdə tək Azərbaycan kimi düşünməməliyik. Biz türk millətinə mənsubuq. Yəni düzdür, xalqımız, ölkəmiz Azərbaycandır. Ancaq bizim millətimiz türk millətidir, dilimiz türk dilidir, ədəbiyyatımız da türk dilində olmuş ədəbiyyatdır. Yəni biz türk milli təfəkkürünü uşaqlara yavaş-yavaş sadədən mürəkkəbə doğru onlara aşılamalıyıq, öyrətməliyik. Milli təfəkkürümüzün də ədəbi portreti dedikdə elə sırf bu əsərlər üzərində də izah eləməyə çalışdım sizə. Hansı ki, bu əsərlərdə də yəni kiçik-kiçik misallar da olsa, qadın misalı çəkdim, qoca misalı çəkdim. Yəni bu misalların hər birində çalışdım ki, sizə milli təfəkkürümüzün ədəbiyyat tərəfini də göstərim. Yəni hal-hazırda düşünə bilərsiniz ki, bəlkə milli təfəkkürümüz sadəcə keçmişdə qorunurdu, keçmişdəki əsərlərimizdə sadəcə əks olunmuşdu. Xeyr, yəni hal-hazırki əsərlərimizdə də çox gözəl şəkildə əks olunan əsərlərimiz vardır ki, burada
qadınların olsun, qocaların olsun, xalqımızın özünün düşüncələri öz əsərlərində əks etdirirlər. Öz şairlərimiz, yazıçılarımız. Bəxtiyar Vahabzadənin də çox gözəl fikirləri vardır bu haqda. Onun şeirləri çox dəyərlidir Azərbaycan xalqı üçün də, milləti üçün də. Bu qədər istəyərdim ki, çox da sizi yormayım. Ədəbiyyat danışmaqla bitmir. Çünki o qədər gözəl bir fən olduğunu düşünürəm ki, bilmirəm, bəlkə də mən özüm bu işin içindəyəm deyəmi, ədəbiyyatı sevirəm deyəmi mənə elə gəlir. Ancaq belə düşünürəm ki, xeyr, hər kəsin xoşuna gəlməli olacaq bir fənni düşünürəm. Çünki bizimdir, bizim sırf ədəbiyyat türklüyü anlatan, bəlkə də elə xalqı anlatan, bizim özümüzün öz təfəkkürümüzü orada əks etdirir ədəbiyyat. Ədəbiyyat nədir? Ədəbiyyat əsərlərdir. Ədəbiyyatda sadəcə biz yaradıcılıqlara baxmırıq. Yaradıcılıqları olan şairlərin, yazıçıların da sırf biz onların əsərlərini çox dəyərli olduğuna görə biz onların elə yaradıcılıqlarını öyrənirik ki, bu dahi şəxsiyyətin yazdığı əsərləri, yazıb yaratdığı məqalələri nə şəkildədir, nə şəkildə özünü əks etdirmişdi ədəbiyyatımızda. Yəni ədəbiyyatın dəyərliliyini istədim sizlərə çatdıram ki, yəni ədəbiyyat bu qədər gözəl şəkildə həm milli kimliyimizi əks etdirir, yəni bizə bəlkə də belə desəm xatırladır bəzi yerlərdə bəzi şeyləri ki, sənin atan Donenbaydı, Donenbay, yenə o bayaqki əsərdən misal çəkirəm. Yəni unutma, sənin anan var, sənin atan var, yəni sənin xalqın var. O öz millətini, öz kimliyini əsla unutma, onu yaşat, onu gələcək nəsillərə çatdır, onu unudulmağa qoyma. Çox sağ olun Dilbər xanım. Dəyərli fikirlərinizi, təcrübələrinizi bizlərlə bölüşdünüz. Təklifimi də qəbul etdiniz. Mən təşəkkür edirəm. Çox sağ olun. Ümidvaram faydalı oldu. Ümidvaram sizin üçün də maraqlı oldu. Çox təşəkkür edirəm. Baxıram, dəyərli qonaqlarımız, müəllimlərimiz var, professorlarımız var. İlk olaraq Naxçıvan Dövlət Universitetinin professoru Sədaqət müəllimə söz vermək istəyirəm. Buyurun müəllimə. Xoş gəlmisiniz. Çox sağ olun, diqqətinizə təşəkkür edirəm. Qızımıza da uğurlar arzulayıram. Gənc yaşı ilə gözəl bir mövzunu əhatə eləmək istədim. Və mən qızımızın dediklərinə əlavə olaraq bildirmək istəyirəm ki, bizim xalqın, dünya xalqları hər bir şeylə tanınar. Biri iqtisadiyyatı ilə, biri siyasəti ilə, biri nə bilim zavod, fabriki ilə, elmi ilə. Bizim xalqımız sözü ilə, dili ilə, ədəbiyyatı ilə tanınır. Yəni sazı ilə, muğamı ilə. Söz demək bizim xalqımızın canında, qanındadır. Və bizim ədəbiyyatımızda heç kim olmasaydı, tək Nizami olsaydı yenə bəsimizdir. O qədər dəyərlidir, o qədər dəyərlidir. Qızımız Sirlər Xəzinəsindən Kərpic kəsən kişinin dastanından danışdı. Əməyə məhəbbəti, əməyə hörməti dünyanın hansı şairi o cür tərənnüm eləyə bilər ki, həm də ibrətamiz, yəni müəllifli atalar sözüdür. Onun üçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açıb düşməyim xəcalətə. Və digər bir əsərində, Xusrov və Şirin əsərində əməkçi insanı hökmdarla üz-üzə gətirir və mənəvi cəhətdən Fərhad Xusrova qalib gəlir. Bilirsiniz ki, Xusrov eşidir ki, Fərhad Şirini sevir və qısqanclıq yaranır, deyir, bir təhər onu aradan götürək. Və onu çağırır, qızılla, gümüşlə, güya ki, bunun aldatmağa, ancaq Fərhad təslim olmur. Və Nizami orada çox gözəl bir diyaloq mədəniyyətinə malikdir, orada çox qiymətli bir diyaloq yaradıb. Deyir, Xosrov əvvəl sordu, hardansan cavan? Fərhad cavab verdi, dost diyarından. Dedi, o diyarda hansı sənət var? Dedi, qəmi alıb canı satırlar. Dedi, canı satmaq heç ədəb deyil. Dedi, aşiqlərdə bu əcəb deyil. Dedi, ürəkdəndir çəkdiyim bu qəm. Dedi, ürək nədir? Candan aşiqəm. Dedi, əzizdirmi eşqi şirinin? Dedi, onu candan bilirəm şirin. Dedi, ay tək onu necə görürsən? Dedi, yuxum gəlsə yatıram mı mən?
Dedi biri ona əl vursa əgər, dedi daş da olsa bil dəmir yeyər. Dedi qəlbin onu unudar haçan, dedi torpaqlarda yatdığım zaman. Məhəbbəti, vəfanı, etibarı hansı xalqın şairi bu cür ifadə eləyə bilər? Və yaxud da Xosrov öldürüləndən sonra Şirinin sarı qızılı paltar geyməyi bizim Evet. xalqımızın gənclərə münasibəti də fərqlidir türk xalqlarının. Məsələn, biz bilirik ki, bizdə sarının müxtəlif çalarları var. Amma biz Nizamidən öyrənirik ki, bir zaman sarı qızılı rəng şadlıq rəngi olubdu. Çünki Şirin geyinəndən sonra Nizami yazır ki, hər görən deyirdi Şirin sevinir. Əsla qəmli deyil, o fərəhlidir. Lakin sən demə, Şirin bu rəng altında namusunu qorumaq istəyir. Demək, Şiruiyə bildirmək istəyir ki, güya ki, mən də sevinirəm Xosrovun ölümündən. Və çayan adətlərinə görə meyidi aparıb Sərdabiyə qoyurlar ki, yaxınları getsin, vidalaşsın, sonra dəfn eləsinlər. Şirin girir ora, deyir ki, axtardı, axtardı, tapdı yaranı. Əyildi, 3 dəfə öpdü yaranı. Yaranın yerini öyrənən pəri, o yerdən döşünə vurdu xəncəri. Sonradan ucaltdı öz nailəsini. Camaat eşitdi onun səsini. Alqış bu ölümə, əhsən Şirinə, öldürən Şirinə, ölən Şirinə. Mən deməyim odur ki, qızımız çox qiymətli bir mövzuya toxunub. Saatlarla biz davam eləsək, yenə də yorulmarıq və qızımıza uğurlar arzulayıram. Belə tədbirlərimiz çox olsun. Çünki bizim xalqımız sazı ilə, sözü ilə, dil sənəti ilə tanınır dünyada. Və bizim folklorumuzun, bizim yazılı ədəbiyyatımızın ifadə elədiyini dünyanın heç bir xalqı ifadə eləyə bilməz, inciməsinlər. Türk xalqlarında hissiyat güclüdür. Türk xalqlarının hissiyatlı, ürəklərindən gələn sözlər güclüdür. Ona görə də sözümüz var olsun, ağzımız, dilimiz var olsun, xalqımız var olsun, onun ədəbiyyatı və o ədəbiyyatı yaşadanlar var olsun. Gəz xeyrə. Sağ olun. Çox sağ olun. Çox sağ olun Sədaqət müəllimə. Qatıldığınız üçün də çox təşəkkür edirəm. Var olasınız. Sağ olun. Sumqayıt Dövlət Universitetinin baş müəllimi Pənah müəllimə söz vermək istəyirəm. Xoş gəldiniz müəllim. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir. Qızımızı mən də təbrik edirəm. Öncə qoyun, hörmətli professorumuzu salamlayım. Çox minnətdaram. Necəsiz Pənah müəllim? Sağ olun müəllimə. Həmişə yaxşı ol. Elə bir mövzudur ki, sizin kimi ədəbiyyat nəhəngi mütləq burada olmalıydı. Çox minnətdaram. Bunlardan o biri qonaqlarımızı da salamlayıram. Qızım, sənə təşəkkür edirəm. Niyə? Mən sizə təşəkkür edirəm. Əvvəla biz neçə gündür belə mövzulara toxunuruq. Milli mənəvi dəyərlər, kimlik. Deyim sənə ki, bilmirəm, tələbəsən deyəsən də. Bəli, 4-cü kurs tələbə. Tələbə də olsan, çox yaxşı çıxış hazırlamısan. Nə xoşuma gəldi. Özümüzdən misal gətirdin, öz əsərlərimizdən. Çingiz Aytmatova getdin, çıxdın, Manqurt. Mən də o əsər oxumuşam, filmdə də baxmışam. Çox təəssüf ki, bugün manqurtlarımızın sayı çoxalıb. O sözü gərək gətirməyəydik biz ədəbiyyatımıza, leksikonumuza. Gətirəndən sonra nəsə çoxaldı. Bədbəxtçilik gətirdi. Bəli, Sədaqət müəllimin sözünə qüvvət olaraq deyirəm, Nizami Gəncəvinin hər kəlməsi, necə ki, müəllimənin hər ağzından çıxan kəlmə bir aksiyamadır. Nizami Gəncəvin də bütün şeirləri, mən də oxumuşam onun şeirlərini, hamısından misal gətirdin, çox tanış mövzular idi. Buna görə sənə təşəkkür edirəm ki, kənara çıxma olmadı səndə. Ancaq özümüzdən danışdın, özümüzdən misal gətirdin. Cəlil Məmmədquluzadədən, Nizami Gəncəvdən. Ona görə sənə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Təbii ki, mən Sədaqət xanım kimi çıxış eləyə bilmərəm, çünki mən ədəbiyyatçı deyiləm. Amma mən də ədəbiyyatı sevirəm. Ədəbiyyatı niyə sevirik? Sən də çox gözəl dedin ki, sevməli. Çünki bu bizim ana dilimizdir. Bu bizim ədəbiyyatımızı tərənnüm edən bir dildir. Bu dildə biz laylalar eşitmişik. Bu dildə biz oxşamalar eşitmişik. Bu dildə biz xoş sözlər eşitmişik. Allah ölənlərinizə rəhmət eləsin. Mən o qədər darıxmışam ki, anamın bir dənə qadın alma pənah demək üçün. Yəni bu dil bizim dildir. Ona görə sənə çox sağ ol qızım, çox sağ ol deyirəm. Siz sağ olun. Danışmaq istəmirəm çünki Sədaqət müəllimə sonra danışmaq mövzuda belə Yox, çətin Pənah olar. müəllim, siz həmişə içdən danışırsınız. Ona görə elə hamıdan yaxşı danışırsınız. Təşəkkür Sizin edirəm xəbəriniz müəllimə. yoxdur ki, siz necə təbii adamsınız və biz sizi çox istəyirik. Və bizim dilimiz doğrudan da özəl, gözəl dildir. Deyir ki, hirsimdən gözlərim olub qan kimi. Yenə də bəxtimin yatan vaxtıdır.
Bu gün Qarabağın Xuraman kimi özünü qayadan atan vaxtıdır. Bunu hansı şair deyər? Ay Pənah müəllim. O 90-cı Bəli, illərdəki Qarabağı ala bilmirdik ha. bəli, Şairimiz bəli. məşhur olmayan şairimiz. Yəni ki, Xuraman vəfasızlığına görə axı vəfasızlığını dərk elədi, özünü qayadan atdı Vaqifin xanımı. Bəli, Deyir bu bəli. gün Xuraman kimi özünü qayadan atan vaxtıdır. Yəni bizə yaxın gələ bilmir. Erməninin də olmaq istəmir. Nə gözəldir. Baxın görün, nə Bəli. gözəldir. Deyir mən elə sustum ki, daş bilib divara hürdülər məni. Bunu hansı xalq belə ifadə eləyə bilər? Aşıq Ələsgər deyir, qazdır məzarımı çeşmə başından, keş sinəm üstündən yox, et sinəm üstündən yol, incimərəm. Yəni mənim məzarımın üstünə get, yol sal, incimərəm. Yəni vəfanı, etibarı kim belə ifadə eləyə bilər? Ona görə də biz bu ədəbi incilərimizin qədrini bilək. Gözəl dilimizin bəli. qədrini bilək. Sədaqət xanım, dünən də bu mövzu ətrafında biraz söhbət getdi. Orada desən Arifə xanım idi. Üzr istəyirəm yoldaşlardan. Cabir Novruzun adını çəkdi. Mən həmişə o kişinin şeirlərinə pərəstiş eləmişəm. Çünki o qədər mənalı. Bir Cabir Novruz, bir də Nəbi Xəzri. Bəli, mənim də orijinal şairlərimdir. Çox mahnılar yazılıb onların sözlərinə. Çox orijinalsız demiş. Elə qəşəng sözlər düzüb qoşurlar ki orada. Belə məhtəl qalırsan da bunu hardan tapır, nətər tapır. Yəni bu da bizim dilimizə xas olan bir xüsusiyyətdir. Allah hamımıza can sağlığı versin. Bizim sağda uğurlar arzu edirəm. Sədaqət müəllimə, Allah sizin ömrünüzü uzun eləsin. Sizin kimi Hamımızın, qardaş. həqiqi professorlarımız, həqiqi alimlərimiz, həqiqi ziyalarımız çox olsun. Çox minnətdaram. Çox minnətdaram Sağ olun, sizə. müəllimə. Pənah müəllim. Siz hamıya qiymət verməyi bacaran bir ziyalımızsınız. Siz bizim təmiz, halal ziyalımızsınız. Yəni sizdən də çox olsun istəyirik. İnanın. Bir də Təşəkkür Cabir ederim. Novruzun elə bir kəlamı bəsimizdir. Sağlığında qiymət verin insanlara. Məsələsi, bəli. Bu elə valla əstəğfurullah Quran ayələrinə bərabər bir Bəli, sözdür. bəli, Gerçəkdən, bəli. həqiqətən. Bir də mən dünən dedim, bilmirəm siz dinlərdiniz ya, yox o tələbəyəm şeir, tələbəlik illəri şeirində. Dinlədim. Görürsünüz, onu mən məxsusi tələbələrimə də deyərəm. Deyərəm mahnıda o oxunmur. O hissəni unutmayın. O şeirdə yazır ki, sənin əziz qədrini çox vaxt qara çörəyi yavan yeyənlər bilir. Dışda palto yerinə pencək geyənlər bilir. Biraz adi dolanan, biraz sadə dolanan, fəqət sonsuz eşq ilə bu həyata inanan ürəyişən tələbə. Çətində də, darda da deyib gülən tələbə. Allah şairlərimizə rəhmət eləsin, sağlara da can sağlığı versin. Amin, amin. Bu arada mən bir söz deyim. Leyla xanım tələbələrin tərəqqi platformasının sədridir. Möhtəşəm Günər xanım da buradadır. Bugün xoş bir xəbər eşitmişik, təbrik edirəm. Özün demirsən, mən də demirəm. Yox, deyin bilək daha fəna mənim, ta ürəyimizi patlatmayın ki, biz də sevinək, sevincə şərik. Söz verəcəm günlər. Özü deyəcək. Amma çox istəyirəm ki, bizim Sədaqət xanım kimi belə bir professional bir mütəxəssisimiz var, professorumuz var ədəbiyyat sahəsində. Bir dəfə eləmişsiniz bunu, bir dəfə də eləyin. Laf elə bu balamızı da qoşun ora. Bir dil ədəbiyyat gecəsi olsun burada, bir şeir gecəsi eləyək. Çox sevinərik, çox sevinərik, çox sevinərik. Pənah müəllim, mən demək mənim bu son tədqiqatım, bu universitetdən 5 illik ki tədqiqat götürürük. Biraz mənim qəribəmə gəlir. 5 il sonranın planını cızırıq, amma biz günah eləyirik. Biz nə bilirik sabah nə olacaq? İndi deyirlər, neyniyək? Mən o atalar sözlərini götürmüşəm, oradakı anamastik vahidləri. Mən atalar sözlərindən elə adlar tapmışam, Pənah müəllim. Demək, indiyə qədər fərqinə varmamışıq. Yəni, məsələ, dini adlar olsun, real şəxs adları olsun. Məsələn, Koroğlu ilə bağlı nə qədər atalar sözlərimiz var. Yəni, bunları da əlavə eləyib gözəl bir iş görmək olar. Yəni, nə zaman desəz hazırıq, nə zaman desəz, hansı mövzuda desəz. Problem yoxdur. Yəni, inanın ki, belə mənim üçün su içimidir. Çünki mən inanın, heç vaxt hazırlaşmadan qoşuluram bu təlimə. Yəni, problem yoxdur. Mən dərsi də, Pənah müəllim, valla nəyəsə baxıb deməyə elə utanıram. Tələbələrim bilir, bəlkə də qoşulurlar, eşidirlər. Düz deyək, müəllimin qabağında əslində konspekt olar, məndə heç vaxt olmayıbdır. Elə başından demişəm. Biraz da məsuliyyətsizəm ki, olmayıbdır. Bir də fikirləşirəm ki, demişəm, olur ki, bir də yadından çıxır demirəm də. Amma yəni hazırıq da, heç narahat olmasınlar ki, müəllimənin vaxtını alırıq, ya hazırlaşacaq, ya hazırlaşmayacağım. Elə mən hazıram. Nə vaxt olsa gözüm başım üstünə. Allah can sağlığı versin. Günər xanım nəzərə var yəqin ki. Gördün Dilara bala, sən bizi haralara apardın, çıxartdın, gördün? Mən çox xoş oldu. Çox sağ olun dəyərli fikirlərinizə görə. Sağ ol canım qızım, sağ ol gözəl qızım.
Çox sağ olun. Sağ olun, Pənah müəllim qatıldığınız üçün. Sədaqət müəllimə həmçinin siz. Mən Leyla xanım, çox üzr istəyirəm. Mən Buyurun. hərdən gəncliyi biraz tənqid edirəm. Amma bu mənim universitetdə işləyən tələbələrim də, müəllimlər də bilir ki, mən hansı tələbəni danlamışam, axıra qədər onun arxasında olmuşam. Mən bir tələbəni həmişə danlayırdım. Axırda heç kim ona, hamı onu tərifləyirdi. Axırda heç kim ona yaxın durmadı. Mən apardım onu işə düzəltdim. O tələbə indiyənə qədər mənə sağoldur. Yəni bunu şey üçün demirəm. Yəni o gənc nəsil məndən inciməsin. Deyir, yeyərəm, döyərəm, döyücüyə vermərəm, söyərəm, söyücüyə vermərəm. Mən gənc nəsil çox istəyirəm. Yaxşı olmağını istəyirəm. Bax, sənin kimi balalar istəyirəm. Özümüzə, millətimizə, mədəniyyətimizə, mənəvi dəyərlərimizə qiymət verən tələbələri sevirəm. Bax, bir gəncimiz də buradadır, üzünə demək olmasın. Anar, bütün dünyaya tanıdıq bizi. Nə üçün kimsə... Mən onlardan qorxuram. Pənah müəllim, hara onların adını çəksin? Mən ondan elə qorxuram. Xəbəriniz olsun. Qorxmuyorum, moderator orada. Onlar da görür, səsimi bağlayır. Mən ondan qorxuram. Bilsəydim buradadır, qoşulmayacaqdım. Valla, qorxuram mən ondan. İnşallah. Bilmirəm. O namərtin işi elə mənim səsimdir. Bu yay Allah qoysa, bəlkə indi bir tur təşkil eləyərik. Günel xanım bilməm nə fikirləşir, bir Naxçıvana. Anar da gəlir ola. Görərsiniz. İnşallah. Çox istəyirəm. Çox istəyirəm. Oldu bu qədər. Çox sağ ol Leyla bacı. Leyla xanım, mən... Pənah müəllim, kompüteri də aparacam, Sədaqət xanıma canlı göstərəcəm ki, mən səs bağlamıram. Elə o şey özü bağlanır. Xeyr, heç kimi səs bağlanmır, elə mənim üçün var. Sən olan yerdə bağlanır, sən olmayanda bağlanmır, Anar. Çox sağ olun. Allah sizə can sağlığı versin. Hər zaman bizim yanımızda olursunuz bir böyük kimi. Var olun həmişə. Sağ olun ki, bizi görüşdürürsünüz burada. Çox minnətdarıq sizə. Çox sağ olun. Qızımızın da üzündən təbəssüm əskiyi olmasın inşallah. Addımları cəsarətlidir, cəsarətli olsun bundan sonra da inşallah. İnşallah. Çox təşəkkür edirəm. Mən çox sizdən üzr istəyirəm. Mən belə orucam, iftara da dəvət eləmişlər. Çox yorğunam. İcazə verin, mən ayrılım da. Sizdən ayrılmaq istəmirəm, Allah şahiddir. Biz də yorğunam, sağ olun. Buyurun. Gecəniz xeyir. Gecəniz xeyir. Sağ olun, Sədaqət xanım. Qızımızı tək qoymaq istəmədim əslində. Yoxsa belə gücüm çatmırdı, yorğunudum. Sağ olun, gecəniz xeyir. Sağ olun, təşəkkür edirəm. İndi sözü müəllimlərin tərəqqi. Sədaqət xan dedi, yenə səsi bağlayacam, o dərdindən çıxdı mən görəm. Neynəmsən sən bu arada? Kimsən mən o? Mən neynəmişəm sən? O deyir, cin görürəm, şeytan görürəm, qorxuram. Dardanları görür Sədaqət xanım. Bu da ciddi deyil. Ayda. İstəmirmiş artıq. Deyəcəm Anar, deyəcəm sana. Axşamınız xeyir olsun. Xoş gördük hər birinizi bir daha. Dilarə xanım, təşəkkür edirəm sizə. Həqiqətən möhtəşəm bir görüş oldu. Çox maarifləndirici bir görüş oldu. Sizə uğurlar arzu edirəm. İnşallah ki, bundan sonra da əməkdaşlığınız davam edər Leyla xanımla. Bu cür görüşlər təşkil edərsiniz. Təşəkkür edirəm. Hörmətli Pənah müəllim, Anar müəllim, Leyla xanım və digər burada iştirakçılarımız var. Hər birinizin axşamı xeyir olsun. Bir daha deyirəm, hər biriniz çox dəyərlisiniz, özəlsiz. Var olun ki, burada oldunuz. Leyla xanıma dəstək oldunuz və bizim Dilarə xanıma dəstək oldunuz. Pənah müəllim, başda siz olmaqla hər birinizə təşəkkür edirəm. Dəstəyinizi əsirgəmirsiniz. Deyirsiniz Pənah müəllim, deyim, yoxsa qalsın sonraya? Deyin müəllimə, bu cəmaat burada ısrarla gözləyir, mütləq demək lazımdır. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Hüququ sizdədir. Axşamınız xeyir olsun Üvey xanım. Xoş gördük sizi. Pənah müəllim treyleri şey verdi, ona deyirlər. Ön belə reklam kimi verdin, acıcını da tapam deyəmədim. Başda deyim. Sədaqət xanıma demədim də ürəyimdə qaldı, göndərdim sizin mesajınızı ona. Çox sağ olun, minnətdaram. Deməli, elə bugün Leyla xanımın təliminə elə denk gəldi deyək belə. Bu gözəl xəbəri sizinlə bir yerdə paylaşıram. Bu düşünürəm ki, hər birimizin uğurudur, hər birimizin birliyimizin uğurudur. Hər birinizə təşəkkür edirəm sonsuza qədər. İlk başdan mənimlə bərabər olan Anar bəyə,
Leyla xanıma, Anar bəyin həyat yoldaşı bizim əzizimiz, dəyərlimiz Tamella xanıma, ilk başlanğıcdan onlarla bir yerdə bir addımlamışıq. Hər birinizə təşəkkür edirəm. Sonra Pənah müəllimi tanıdım, Ülviyə xanımı tanıdım və digər burada olan bütün müəllimlərimizi tanıdım. Dilarə xanım, siz də bilmirəm, bilirsiniz, bilmirsiniz, belə ümumi bir məlumat verim. Biz Tərəqqi platforması olaraq artıq ikinci ilimizə keçirik. Yəni, hər həftənin sonu 6-cı gün sizlərlə görüşə gəlirik. Sevə-sevə hər birinizi burada görürəm. Hər birinizdən ilham alıram, güc alıram və sizdən aldığım gücün sayəsində bugün Tərəqqi platforması rəsmi şəkildə öz təsdiqini tapdı. MMC olaraq fəaliyyətinə başladı. Bugündən rəsmi şəkildə inşallah. Çox sevinçliyəm bu sevinci. Güzel, təbrik edirik Günel Teşekkür xanım, ederim. təbrik edirik. Sizinlə Uğurlarınız istədim. bol olsun. Var Siz olasınız. layiqsiniz ən gözəlinə. Təşəkkür edirəm. Təşəkkür edirəm, var olasınız. İstədim bu sevinci sizinlə də paylaşım. Çünki bu hər birimizin uğurudur düşünürəm. Hər birimizin birliyinin sayəsində olan bir uğurdur. Var olasınız, əski olmayasınız. İnşallah daha böyük uğurlara imza ataq birlikdə. Amin, inşallah. İnşallah. Təbrik edirəm Günel bacım. Allah xeyirli eləsin, uğurlu eləsin. Allah Amin. daima yar və yardımçınız olsun. Allah bərəkət versin inşallah. Amin. Uğurlu olsun Amin. Güney xanım. Davamlı Təşəkkür olsun. edirəm. Elə Anar qardaşım söz açmışım. Buyur, sizə də söz verim. Axşamınız Buyurun. xeyir olsun bir daha. Xoş gördük. O Pənah demiş kamerası açıq olanlar da, olmayanlar da. Hər birinizin axşamı xeyir olsun. İlk öncə Günel bacım sizi bir də ürəkdən təbrik edirəm. Allah xeyir eləsin. Bu nə deyim? Elə bir əziyyətin, elə bir zəhmətin deyirdim kiçik bəhrəsidir, başlanğıcı da. Allah daha böyük nailiyyətlərə, daha böyük necə deyirlər, təsdiqlərə sizləri çatdırsın. Amin İnşallah. inşallah. Bütün arzumuz, Amin. dualarımız sizinlədir. Allah hər iki cahanda sizlərdən razı olsun. Hər iki cahanda özünüzü Amin. güldürsün inşallah. Allah razı olandan sonra zaten bəndələr də zaman zaman razı olacaq inşallah. Bir daha təbrik İnşallah. edirəm. Təşəkkür edirəm. Minnətdaram hər birinizə. Çox Siz sağ sağ ol. olun. Buyurun. Bizimlə Dilarə xanıma da gəldi. Dilarə xanımı deməli Pənah müəllim, Dilarə xanımı mən son 3 bir neçə ay olar da tanıyıram. Instagramda sertifikat paylaşıb. Görün bizim 2023-cü ilin sertifikatıdır. Mövzuya baxıram. Deyirəm bəlkə mən tarixləri səhv yazmışam sertifikatda. Sən demə 2023-cü ildən tanırmışıq. Sadəcə olaraq daha sonra qrupdan çıxıb və s. Amma mən təzəlicə tanıdım. Yəni ədəbiyyat mövzusunda deyirdim ki, bizim bu Dilarə xanımgilin qonaq olduğu gənclər konfransı oldu. Biz də Fənaman biz də gəncləri qonaq etdiyimiz konfranslarda başlığı qoyuruq ki, gələcək üçün ümid verən dəyərlərimiz. İlk dəfə Dilarə xanımın da qonaq olduğu konfrans idi ki, gəncləri birbaşa əsas konfransa aldıq. Yəni o gənclər konfransı olmadı. Həqiqətən onların o maraqlı çıxışı olsun, istər araşdırması xanım, Dilarə xanım və bir sıra orada gənclər və Anar qardaşım, birincisi biz olmuşuq bu arada. O siftəsi sizdə olma. O siftəsi sizdən bərəkət Allah'tan. O ilk Bakalenya, ilk belə deyim, ilk qrup sizlər oldunuz Allah'ın izniyle. Artıq sizdən sonra yəni Dilarə xanımgil 37-ci gənclər konfransı oldu. Allah'ın izniyle çox gözəl oldu, dolu keçdi. O şəkildə Dilarə xanım tanıdı və bu gün də necə deyim, dinləməyə şərəfinə nail oldum. Yenə Pənah müəllimi istinad edəcəm ki, bilirsiniz mənim ixtisasım mühəndislikdir, amma biz bina tikirik, biz layihələr həyata keçirik. Amma ədəbiyyat və tarix sahəsində olan gənclərə, alimlərə mən həqiqətən qibtə edirəm. Çünki onlar milli kimliyi tikir, onlar milli kimliyi formalaşdırır, yaşadır. Həmçinin Dilarə xanım da bir çox ədəbiyyat sahəsində təhsil alan gənclər görürük. Amma Dilarə xanımın hardasa bir belə deyim bizim alimlər qədər 50 dəqiqəlik məruzəsi oldu. Yəni bildiyiniz və heç bir konspektə baxmadan, heç bir yerə baxmadan, təqdimat etmədən birbaşa çıxış etdi. Həqiqətən çox xoş oldu. Yəni əsasən ağırlıq olaraq bizim alimlərdən danışmağınız, bizim mütəfəkkirlərdən danışmağınız həqiqətən çox gözəl oldu və deyərdim ki, bəlkə də biraz böyük bir fikir çıxacaq. Amma yanlışımsa da varsa o da üç insan etsəydi af ola. Bu Türk dünyasında da ədəbiyyatın beşiği mən deyərdim Azərbaycanda. Yəni o təməli Azərbaycanda atılır.
İstər Həzrəti Nəvainin Şeyx Nizamidən öyrənməyi aralarında 300 il fərq olub, amma Nəvai Nizamini özünü ustad seçib. Ta biraz əvvələ keçsək, Manas dastanının Dədə Qorquddan belə deyim ilham alması. Lap günümüzə gəlsək, Koreyalı Dong Shin-yupun Bəxtiyar Vahabzadədən ilham alması. Yəni bunlar heç də təsadüfi deyil. Ona görə bizim o necə deyirlər tam haqqımız var ki, bu mənəviyyat mövzusunda ədəbiyyatın rolunu tam haqqı ilə danışa bilək və öz üzərimizdə misal gətirərək qıraqlara necə deyirlər fikirlərimizi çatdıraq ötürək. Sizə uğurlar arzu edirəm. Leyla xanıma ürəkdən təşəkkür edirəm. Həm maraqlı mövzular alır, həm konfrans gedişatı maraqlı olur. Hər birinizə bol-bol uğurlar. Allah hər birinizdən hər iki cahanda razı olsun inşallah. Amin. Sağ olun. Çox təşəkkür edirəm. Mən də təşəkkür Buyurun. edirəm Anar qardaşım. Bizimlə birlikdə olduğunuza görə var olasınız hər zaman. Buyurun, xoşdur hər zaman. Söz istəyən varsa buyursun, yoxsa yekunlaşdıraq. Sözü, fikri, sualı olan varsa buyursun. O zaman sağollaşaq biz. Sizi də yormayaq. Pənah müəllim, bütün qatılanlar, dəyərli olun, müəllimlərimiz, sağ ol. professorlarımız çox sağ olun, var olasınız ki, bu görüşdə bizləri tək qoymadınız. Həqiqətən sizin bizim yanımızda olmanız çox önəmlidir. Çox. Qatılan hər kəsə öz təşəkkürümü bildirirəm. İnşallah növbəti təlimdə təkrar görüşənə qədər gecəniz xeyrə qalsın. Gecəniz İnşallah. Xeyrə xeyrə qarşı olsun. səbirsizliklə gözləyirik. Sağ olun. Gecəniz xeyrə qalsın. Allah'a emanet. Gecəniz xeyrə. Çox sağ olun. Sağ olun.